Sponsorlar Oba Marketlər şəbəkəsi, Simurq toyuqları. Bugün biz hardayıq? Ramazanın ilk həftəsində bugün iftarımızı İvanovkada açacağıq. İsmaili şəhərinin İvanovka kəndi. Bura bizim üçün maraqlı idi. Neçə vaxt planlayırdıq ki, İvanovkaya gərək. Burada yaşayan Malakanlarla görüşək. Bəli. Bura nəinki maraqlı, qeyri-adi bir kənddir. Kəndin o qədər özünə məxsus xüsusi adət-ənənələri var ki, geniş bir tərzdə bugün bu adət-ənənələrlə həm yaxından tanış olacağıq, həm də onların süfrəsində əyləşəcəyik. Mənim üçün həmişə maraqlı olub Malakanların mətbəxi. Özəl mətbəxləri var nəsə? Özəl və gözəl mətbəxləri var. Tam sən bilməmiş fərqlidir. olmazsan, bilməmiş olmazsan. Bu günləri biz də iftara onların hazırladığı yeməklərdən yeyib dadına baxacağıq. Çox maraqlıdır. Adlarım çəkimimi qoyurdu, tanış olaraq. Aygün bilsə mən səndən maraqlıdır. Bax, əsrlərdir Malakanlar bu torpaqlarda yaşayırlar. Amma mənim üçün maraqlı nədir? Biz Ramazanın ilk həftəsində elə bir yerə gəlmişik, bilmirəm, onlar orucluğu qeyd edirlər yoxsa yox? Əslində, onlar da özləri bizim kimi öz dinlərinə bağlı olan insanlarlar. Tək Allahlığa inanırlar. Xüsusi şeylər var ki, misal üçün, necə biz haram bilirik, onlar da onları haram bilirlər. Yəni, bizim də onlarla daha yaxın tanış olandan sonra tam olaraq dərk edəcəyik. Demək, onda onlar da qeyd edirlər. Bəli. Əla, bu o deməkdir ki, iftarı onlardan bir yerdə Bir açacağıq. yerdə açacağıq. Ləzzət axtarışında bugün yemək yeməyəcəyik gündüz, axşamı gözləyəcəyik. Onun üçün də biz Ramazan ayında çalışacağıq ki, biraz fərqli yerlərə gedək, gəzək, nələrsə bilmədiyimiz... Təbliğ edək, müxtəlif mədəniyyətləri göstərək. Bəli. Və axşam da oturaq yemək yeyək. Beləliklə... Sponsorlarımız Oba Marketlər şəbəkəsi və... Simurq toyuqlarının sponsorluğu ilə... Ləzzət axtarışı İvanovkada. Getdik! Tərgül xanım bizi dəvət edib İvanovkaya. Özü də bura gəlin köçüb, belə deyək də. Qaynanası Rus olub, qaynatası da İngilis John əmi. Onlar burada məskunlaşıblar. Ondan sonra da Tərgül xanım onların bəyənib buranı, burada qalıbdı. İndi Tərgül xanım atası Tofiq bəylə bizi qarşılayacaqlar. Biz bax onların sayəsində biz Malakan ailələri ilə tanış olacağıq, onların yeməklərlə tanış olacağıq. Eşq olsun, nəzərlə qapıda bizi gözləyirlər. Aleyküm. Necəsiniz Tərgül xanım? Siz necəsiniz? Keyfiniz, əhvalınız? Xoş gəlmisiniz. Mən necəsiniz? Keyfiniz, əhvalınız necəsiniz? Yaxşısınız? Sağ olun. Necəsiniz? Xoş gördük, xoş gününüzü. Tofiq əmi, salam əleyküm. Xoş oldu, bəli, yaxşıyıq. Malakanların adət-ənənəsinə uyğun olaraq duz çörəyi ilə qarşılayırlar və mədəniyyət evində sizi gözləyirlər. Deməli bizi duz çörəyi ilə Bəli, sizi duz gözləyirlər. çörəyi ilə mədəniyyət evində gözləyirlər, qarşılama prosesi. Bu Malakanların adətidir. Bəli, onların adətidir. O, nə Ondan gözəl. sonra artıq buyuracağım bizdə Malakanların mətbəxinə uyğun olaraq menyu hazırlanacaq, borş, bilmin. Onların mətbəxindən, burada, Bəli, sizin bizdə. həyətdə özləri gələcəklər də, yəni Bəli, qonşularımız gələcək, amma ilk Malakanlar da olaraq, olar. bəli, ilk olaraq duz çörəyi ilə sizi qarşılamaq istəyirlər onlar. Görsən, bu qonağa hörmət əlamətidir. Bəli. Gör necə qonaqpərvərdirlər. Bəli, çox. Möhtəşəm. Gedək onda. Gedək. Getdik. Tərgül xanım bizi hara gətirib? Deməli, İvanovkanın Mədəniyyət Sarayına, həm də muzey var orada. Çox, mən axı biraz öncə demişdim ki, onlar öz irsilərinə çox bağlı insanlardılar. Nadejda xanım buradadır. Nadejda xanım, Salam Nadejda xanım, necəsiniz? Yaxşıyam, siz Necəsiz? necəsiz?
Salam. Salam. Köpək, köpək. TV nümayəndəsidir. Salam, salam, xoş gördük. Necəsiz? Yaxşıyıq. Çox qəşəngsiniz. Mən həmişə Maşallah. qəşəng oldum. Sizin haqqınızda eşitmişdik. Mən həmişə qəşəng Neçə oldum. gündür sizin haqqınızda, yəni biz Tərgül xanımla danışırıq, amma bu qədər gözəl olduğunuzu bilmirdik də. Başda. Görün. Bu tanış olaq da Tanış olaq. Nadeşdə xanım deyəsən Tarix müəlliməsi. tarix müəlliməsi. Hə. Aha. Və muzeyə İyi muzeydə, mənim muzeydə. xanımın muzeyi. Uşaqlarla biz açmışıq. Malakanlara Da, aid Malakanlara hər şey görəcəksiniz. samaya, одежда. Onların Geyimlər, geyimləri. Mədəniyyətlərinə aid hər şeyi orada görəcəksiniz. Kitablar, fotoğrafiya. Bir şey kitabxana Baxarsınız var da, orada. gedərik ora baxarsınız. Salam. Necəsiz? Çox sağ olun. Adınız necədir oldu? Valentinam. Valentina xanım. Malakanlara aid olan geyim dəstidir. Bəli. Bu sizin milli. Narodным. Xüsusi milli geyimlərdir. Да. Oo! Пожаловать. Vay vay vay. Nə gözəl. Belə qarşılamaq istəyən də yoxdur. Здравствуйте. Здравствуйте. Salam, salam. Duz, Salam. çörək. Duz çörəklə qarşılaşırıq. Çörək belə edib, eləmək lazım. Kəsməyə lazım çörəyi. Biz çörək kəsək, bunu axşam yeyəcəyik, çünki indi Ну, indi bu iftarda. bir damcı Bunu duza duz batırırıq. içinə yeyirsiniz. Aha. Bunu beləsinə Da, kəsib Batırırıq duza. da. Belə. Yeyirsiniz. Bu o deməkdir ki, biz artıq qardaşlaşdıq, dostlaşdıq. Nə? Məsələn, deyir, Bəli. su girdi qaba. Su girdi qaba, oldu içməli. İçməli. Çox gözəldir. Duz çörək. Gör necə insanlığa, mehribanlığa, yəni qiymət verən insanlardılar. Gör necə qarşıladılar bizi. Axşam yeyərik. Bəli, bunu axşam Axşam iftarda yeyəcəyik. Malakanların özəl nə yeməkləri olur? Лапша, Da. борщ, блинчики, картошка, пельмени, кулага. Это наши старинные. Qulağa Da. o Onu 6-8 saat pişirirlər. Öyle bir yeməkdir o. Orada içində quru meyvə gedir. Ну, quru meyvə, qarışıq. Biz sizə bugün pilimen, borş və lapşa hazırlayacağıq. Məlumatım var ümumiyyətlə malakanlar haqqında, amma istəyərdim ki, Sizdən bax sizdən də soruşaq Azərbaycana gəlmə tarixini. Bir də ki, niyə malakan deyirlər? Deyir ki, biz inanırıq Kur'an'a. Bəli. Kur'an'a? Hə, Kur'an'a. Aha. İndi biz deyirik, что bizim Kur'an təmiz su kimi. Bəli. Потом пост olanda biz yeyirik жирный ничего. Yağlı только- yeməklər да, yemirlər. Только вот в основном молочные продукции. Südlü ərzaqlar. Südlü ərzaqlar yediklərinə görə Da. malakanlar. Sonra diyeceğim, Onların özü orucluğu что sonra diyeceğim, Екатерина II, İkinci Yekaterina. да, Екатерина II нас выслала сюда от того, что мы не приняли православие. Aha. Pravoslav dinini qəbul eləmədiklərinə görə onları qovur və onlar burada məskunlaşırlar. Aha. Вот наши предки пришли на Кавказ, предгорье İkinci, Кавказа. Kiçik Qafqaz dağlarını əzəklər. Aha. Qafqaza gəldilər və buranı özləri seçdilər. İvan özü seçdi buranı. İvan Perşin. Bəli. Bu tarixi budur. Bəli. Burada kolxoz var, hələ də fəaliyyət göstərir. İndi aqropark kimi Да, у fəaliyyət нас вот несколько месяцев тому назад стал у нас агропарк. Bir А до neçə этого ay был öncə колхоз. aqropark olaraq fəaliyyət göstərir, eyni fəaliyyətini davam elətdirir. Bir də çox danışılan sizin klubdur. Bu fəaliyyət göstərir klub. Bir də Diskoteka falan. diskoteka. falan Sən deyirlər. ancaq Mən maraqlandıran oldu da. Eşitdiyimi deyirəm də. O deyirlər ki, maraqlandıran onların oldu. özünün Ну, diskotekası лето var. бывает, Yayda бывает. olur. Да. Yayda Yayda olur. olur. Deyirəm də Bayramlarda farklı olur. eşitmişəm ki. Son zənglərdə olur. Конечно, праздники bывают, собрания проходят в этом ДК. Aha, Allah super. Onda içəriyə də Gedin içəri baxaq. Girək. Bunun gözlərinə bax. Ay Allah. Девушка, bu gör nə gözəl bir qız olacaq. Gör nə gözəl bir qız olacaq bu. Ay Allah. Maması da gözəldir də. Sən gözəl. Sizin qızınızdır. Сердцу мне Азербайджан. Лучше в мире страны я не знаю.
rəqs yoxdur məsələn belə bir şey. Nannini, 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 nannini. Çok bizim üzvlər oca çok gediblər evdə otururlar. Oca xəstəyə görə, yaşına görə. Aha da Oca ayağım getmir. Gücün çatmır. aha. Ona görə oca biz az Gənclər indi bizdə çox az вообще İvanovkada qalır. Niyə görə? Məktəbdən sonra gedirlər oxumağa. Rusiyada çalışırlar, Rusiya getməyə. Ona görə də qrup Ona qayıtmırlar. Ona görə oje cavanlar- Rusiyada cavanlar az, çox az. Ha burada. Da. Cənub zonasında nənələr qrupu var. Bilmirəm tanıyırsınız onları. Ay lole nənəmə qurban olum. Мы всегда на фестивалях с ними вместе Onlarla бываем. festivalda bərabər olurlar, həmişə rastlaşırlar festivallarda. Мы их хорошо знаем, дружим даже. Hətta dostluq Когда edir. приезжаем, всегда вместе. Dostuz. да. Onda belə bir dənə nənələrə bir salam yollayaq Да. oradan. Salam. Salam. Подружки. Padruşka. Nənələr qrupuna salamlar olsun canım bölgəsinə. Çox sağ olun, minnətdarıq var olasın. Valentina xanım, Bəli. dedim ki, bəlkə subay qız varsa məni evləndirəsiz. Neçə yaşı var? Yaşım? Yaş biraz çoxdur, amma belə pistirəm də yana bir dımbıl. Subay oğlan soruşurdun. Koca kişi burada nə gəzir cavan qız haqqında? Yaxşı cavab verdi amma. Əcəb oldu. Asım, Nə qədər? 42 yaş var ha. 42 yaşından вот mənə də 42 yaş. Uje mən yaşında qızlar, Yox. bizim uşaqlarda nə yoxdur, uje nənələr. Uje uşaqlar böyüyüblər, uje nənələr var. Məndə prosta uşaq yoxdur. nənə? Bəxt. Nəsə. Под высоким дубом расставалась казачка с парнем черночубым. Ой да, ой да, да, ой да, ой да, ой да, да, ой да. Расставалась казачка с парнем черночубым. Расставалась при дороге, поле у Ростова, обнимала на ветру казака лихого. Ой да, ой да, да, ой да, ой да, ой да, да, ой да, обнимала на ветру казака лихого. Говорит казак казачке, на коня седая, ты не плачь по мне, моя дорогая. Ой да, ой да, да, ой да, ой да, ой da, ой da. Ay Müşfik, harda qaldın? Alış-veriş eləməliyik. Gecikirik, biraz sürətli ol da. Xanım, sürət dediniz nəsə? Adımı eşidən kimi gəldim. Müşfik, sənsən? Nə müşfiq? Mən obanın sürətiyəm. Alış-veriş eləmək istəyirsiniz? Hə, gecikirik. Oba plus, o da plus, bu da plus. Bu da plus, o da plus, o da plus. Oba plus, o da plus, bu da plus. Bu da plus, o da plus, oba plus. Gördün oba plusu, dostum çağır dostunu. İndi yüklə tətbiqi, qazan 2 bonusu. Sürət indi pikdədir, zirvə görünməkdədir. Alış-veriş çəkdədir, qazancı kəşbəkdədir. Ay gün. Biraz tıxaza düşmüşdüm, ona görə gecikdim. Əşi, boş veri. Yenilənmiş Oba Plus tətbiqi ilə alış-verişi sürətlə elədim. Sürət? Sürət kimdir ay gün? Oba plus, o da plus, bu da plus.
kakali. Kakali. Burada köhnə məktublar var. Kim məktublardır bu? Uşaqlarda yazıblar, это, военные, ham adamlar, Əskər hamısı məktublarıdır. əsgərlər, Ay, hamısı. əskər məktublarıdır. Yəni 2010 это, məktublar var burada 2000 var. məktub var burada. Maraqlı bilirsən nədir? Bax, bu muzeydə gördüyünüz hər şey detalları ilə, incəlikləri ilə hamısı tarixidir görsən. Nadejda xanım, onun tələbələri, bax valideynlər hamısı birlikdə yığılışıblar. Yəni burada təbii ki, Nadejda xanımın əməyi çox böyükdür. Birə-bir bu muzeyi özü yaradır və qoruyur. Bu da sizsiz. Bəli. 1981, 2016. Uzun zaman məktəbin zavuçu olub. Zavuçum olmuşam. Aa. 3, это 35 il. 35 il. 35 il. Oy maşallah olsun. Kolxozun qurucusu Allah rəhmət eləsin, bax bu kişi olub da Nikitin. Nikitin Nikolay Vasilievich. Burada anadan olub. Burada olmuştu. Burada yaşayıp 41 il olmuştu председатель. Sədr olmuştu. Sədr olub burada. E kolxoz o vaxtda da olmuştu. Böyük, yaxşı, bogatый, sonra milyoner kimi. Kolxoz milyoner. O Sovet dövründə Da. danışırsınız. Bildiyimiz qədər də bizim ulu öndərimizlə də çox yaxın münasibətləri olub. İki Dost dəfə olublar. da iki dəfə onlar bura gəlmişdilər. Adamlarla danışdı. Ona Ivanovka ona çox yaxşı malahri oldu. Nikitinin 100 ili olacaq. 3. mayda Nikitin Nikolay Vasilievich olacaq 100 il. Biz hazırlıyıq. Bu ilin mayında. Ha, uşaqlar. Yəni belə çıxıb böyük bir bayram şəklində Çəkilişə gələsiniz keçirdəcəksiniz. inşallah. İnşallah. Böyük bayram kimi keçirdəcəksiniz. Mayın 3-ü biz burdayıq, Ivanovkada. Nikitinin 100 illiyi keçiriləcək. Allah. Bizi o tədbirə dəvət edirsiniz? Əlbəttə ki. Çoxlu yeməklər bişəcək. Əlbəttə. Yeməklər əsas. Olacaq. Gələcəyik. Gələcəyik inşallah. Gəlin. Gələcəyik. Mütləq mayın içi gələcəyik. İnşallah. Buraxmır elə. Oy Allah, sən də gəldin bizdən. Hadi gəlin bizi qarşılamaq. Bu balaca cıqqılı adı nə idi onun? Allah. Allah da gəldi bizdən. Tərgül xanımın İvanovka In Cafe bu gözəl məkanına. Bəli. Tərgül xanımın qonaq evidir bura. Deməli bu məkan Tərgül xanımın qonaq evidir. Özü də buralarda qalsınız da deyəsən. Bəli, bura bizim evimizdir. Ha, bura evdir. Bəli. Buyurun gəlin, mən siz göstəreyim. Burada, Burada qonaq evimizdir. Həm otel, həm Dəqiq, restoran fəaliyyət göstərir. Johnla Tanya, bəli. Tanya xanım mənim qaynanamdır. John onun yoldaşıdır. Aha. İlk öncə onlar buranı alıblar və burada bir dincəlmək üçün istəyiblər. Sadəcə olaraq görürlər turistlər axını çoxdur. Ona görə də düşünürlər ki, qonaq evi birinci ev kimi alıblar. Bura Burada onların qalıblar. evidir, birinci Bəli, bax. bəli. Sonra da burada Sonra istirahət qonaq, edir. bəli, qonaq evi fəaliyyət göstərib 2009-dan fəaliyyət göstərir və hələ də davam elətdiririk. Əsas da məqsədimiz odur ki, qonaqlar burada özlərini öz evlərində kimi hiss eləsinlər. Birlikdə süfrə açırlar, birlikdə Bəli, yemək bəli. bişirirlər, Ay, nə hazırlaşırlar. gözəl. Bizim ailə Nə işimizdir bu. Bəh. Yad kənar adam olmur burada. Yaşayırsınız, həm də ailə Bəli. biznesi olaraq buranı çalışdırırsınız. Bəli, fəaliyyət göstərir. Əlam. Öncədən rezervasiya eləyib, istədiyiniz vaxt gəlib, yay, qış fərq yoxdur, istirahət eləyə bilərsiniz. Öncədən Mütləq gələcəm mən, bura mütləq bir Öncədən. gün İvanovkaya gələnlər, İvanovkanı gəzmək istəyənlər, bax sizə də deyirik. Bax, bilirsən də burada çox böyük problem yaşayır insanlar. Hansı ki gəlib qalmaq istəyirlər, yer tapmırlar. Bu mənim də başıma gəlibdi. Aha. Təmizliklə bağlı Hə, problemlər təmizliklə olur. bağlı, hə. Burada siz təmiz, rahat, özünüzü öz evinizdə hiss eləyəcəyiniz kimi yaşaya Qala bilərsiniz. bilərsiniz. Bəli. Doğrudan mən girdim otaqlara da baxdım. Qəşəng səliqəli səhmanlar superdik. Gıcı bu Valentina xanım. La 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 la. Bizi tək qoymadılar qalaq orada. Gəldi bizdən, gəldi. Помню, милый, как-то раннею весной по тропинке мы гуляли под луной. Говорил ты ласковые мне слова, захмелела, закружилась голова. Говорил ты ласковые мне слова, захмелела, закружилась голова. О! Крапива и беда, по дорожке стелится, ну и что же говорят, что мой милый женится. Крапива и беда, по дорожке стелится, ну и что же говорят, что мой милый женится. О!
на лугу. На свидание к милому опять бегу. Целовались, миловались до зари. Нам всю ночку пели нежно соловьи. Целовались, миловались до зари. Нам всю ночку пели нежно соловьи. Крапива лебеда по дорожке стелится. Ну и что же говорят, что мой милый женится. Aa! Вау! Обещания свои он не забыл. Мне колечко золотое подарил. На деревне говорят, невеста я невеста самая счастливая. По деревне говорят, невеста я невеста самая счастливая. Крапива лебеда по дорожке стелется. Valentina xanım, siz o mübarək əllərinizlə nə bişirirsiniz Malakan mətbəxindən? Mən bişirəm əsl Malakan borşu. Borş. Aha. Malakan borşunun içində fərqi nə olur? Fərqli. Aha. Fərqli kələm, Noxud. noxud. Burada çuğundur, Kök var. kök, pomidor, Soğan. tomat Tomat. pastası, soğan, əsl. Bir də noxud dediniz. Noxud içində, bulyon içində hazır Suyun edilir. içine dökeceğim. Yox, bizim yediyimiz, bildiyimiz borşda noxud olmur ha deyəsən. Bunlarda olur ama. Bizde olmur. Aha. Azərbaycan millət qoymalı, amma biz O- o- qoyuruq. Ha bizdə çünki noxud olanda bizim bir dadlı yeməyimiz var, bozbaş. Bir O da doğru kaçıyor. da olur Baxın, da. dovğa kimsə bişirir, pişirəndə kimsə düyü atır, kimsə noxud atır. Aha. O cürbəcür bişirilir. Amma, Ona görə Deməli, Valentina nə edir? Noxudu deməli buzluğa qoyub hazırlayıb, qəşəng. Buzluqda noxud belə orijinal bir vəziyyətdə qalır da, yəni xarab olmur belə yox, qəşəng. xarab olmur. Məndə morozilnik var. Morozilna kamera var, ha, buz. Amma mən bir şey deyim. Bəli. Eyni məhsullar olsa da, yəni bu yeməyin içində, Hər adam amma hər adam ay başqa cür bişirəcək. Ay sağ ol. Valentina ürəyimdəkiləri oxudu Valentina. Əl duzu var burada. Onun üçün də bilirəm ki, eyni məhsullar olsa da Valentina xanım bunu fərqli bişirəcək. Bəs yaxşı bu lapşa nədir lapşa? Lapşa, lapşa nədir? Lapşa bizim əsl yemək. Əsl yeməkdir. Özü Bizdə bildiyin qədər bayramlarda bişirirlər, toylarda belə lapşa. Məclislərdə qəşəng. həmişə. Amma mənim sizdən bir dənə xahişim olacaq da. Bizi bir dəfə də Malakan toyuna çağırın. Svadba. Olmur toy. Olur. Вообще çox bizdə toylar olur restoranda. İndi burada cavan nəsil yoxdur da toyu olsun. Bizdə gələrdi o toyu Az çəkərdi. var, yoxsa az. Sizin adınız necə oldu? Anna. Anna xanım. Ana xanım toy çoxdan oldu. Anna xanım deməli o balaca o göygöz var, o cıq böyle adam yemək istəyir onu. Onun mamasıdır. Və sizin toyunuz nə vaxt olub? 7 il qabaq. Да, 7 il qabaq, 14 fevral. Wow! Oo! Sevgililer günündə. Такая дата. Sevgililer günündə. Ha, sizin yoldaşınız da Malakandı. Yox, o Bakı. Bakı Rusudur. Да. Bakı Ruslarındandır. Ha, siz burada yaşırdınız. Да. Я здесь, в Баку. Orada тоже. yaşıyorsun. Здесь мама гости. В гости приезжаем. Aa, mama здесь indi. Мама здесь. Мама. Aa! Mama ana. Aa, hoş geldin. Привет, привет. Привет. Belə еще один девушка есть? Yok. Yoxdur. Yoxdur, yox. Oğlum var. Oğlum var. Ha, oğlunu nə edirəm mən? Режиссер. Oğlum Rusya yaşayır. Niyə elə deyirsən oğlum nə edirəm mən? Ha, o Gələk oğlun mən elə burada maskamı salsa hayasızlıq eləyim. Getimi sakit dayanmışdım da. oğlun subaydı o. Oğul. Yok. O da yox evlidir. Bəs niyə deyirsiniz ümiddən? Evlidir, o da evlidir. Subay nədir o? Nə oğlan, nə qız? Sən də qarıdın, mən də. Yoxdur. Tamam. O boyda yox. Bu yəni. özünü axtarır. Yox, öylədir ki, yox. Yox. Mənə bax. Bax görsən tapsaydı. Gözəl olur, mən olmur. Bax sən uşaqların göy göz olacaqdı. Mənim uşaqlarım olsa göy göz olacaqdı. Ha.
lapşadır. Lapşadır. Hə. Lapşa elə bir şey, lapşa da. Yendi elə olacaq. Bizim ərişdəd deyərdik. Malakanların mətbəxinə məxsusdur. Xeyir işlərində, şər işlərdə bunlar mütləq olmalıdır. Yəni ən əsas yeməkdir bunlar. Lapşa yemək. Bəli, lapşa. Xəmiri də yumurta və undan ibarətdir. Tərkibinə başqa heç nə qatılmır. Çox dadlıdır. Ha. Bu da iftarımızın növbəti yeməyi. Lapşanın yanında nəsə Valentina ət yeməyi olur. Et pişirirler. Ha. Sonra bulyon içinde hazırlayırlar imенно erişten. Toyuq, yine Əti. da. Aha. Deməli biz bugünkü Только lapşaya баранина не идет, нет. Barandan. Oynaq olmaz. Aha. Bizim bugünkü lapşanın üstündə bizim simurq toyuqları olacaq. Simurq toyuqları hazır. Deməli bu simurq toyuqları Gəldi lapşaya, lapşanın üstünə də çıxdı. lapşaya lap belə ləzzətli dad verəcək ay gün. Post держите. Oruç tutmusunuz deyir. Da əlbəttə ki. Ha soruşur ki oruç Hə, indi tutmusan. başa düşdüm. Valentina siz oruç tutursunuz ümumiyyətlə? Bu держите. Bizde Onların xüsusi vaxt var. Например, Pasxan Pasxadan evvəldə orada 40 gün olur. 40 gün. Oruç tutursunuz. Hə. 40 gün post tuturlar, oruç tuturlar və onlar adətən süd məhsullarından istifadə edirlər. Həmin o orucluqda. Bəli, ona görə də onlar elə malakan deyilib. Aa. Belə bir deyim də var. Aha. Лапша разная бывает. Она есть густая, не густая. Və lapşa da deyir ki, fərqli olur. Sulu da olur, quru da olur. Yəni bizim üçün Ее можно как суп готовить. Суп kimi də. Вот да, в хельмелях, в этом шухур-юрте, еще ну есть село, где готовят как суп. В Баку готовят как суп. жидкое. Bəzi kəndlərdə sup kimi bişir, amma imunovot malakanlar sup kimi eləmirlər. Aş kimi, kaşa kimi belə biz deyək. biz elə yemək istəyirik. Bəli. Sup kimi yox. На второй день пожарят в этом, в Да. печке. Она такая получается, как зажаренная, как лапша. İkinci gün peçkada deyir bişiririk biz və daha qızartılı, üstü qızartılı olur biraz. Поджаренная бывает, она не густая вот Kızarmış. такая. Elə insanlar var onu sup kimi bişirirlər, amma sırf malakanlar onu kaşa kimi bişirirlər. Amma pişməyib hələ o. Durun. Doğru, Ay, mən dur. də çirkənmirisi. On hələ pişməyib. Biz de bilirik. Hə, mən də sevirəm. Uşaq vaxtında əvvəl nə vaxt toy burada olub, həyat toyu. Ay, çox dadlı. Bizdə bu hazır eləyirlər. Bizim mamalar, Aha. biz də balaca Bundan götürər. gəlirlər. Orada da qıraq olur, xırt-xırt belə da. Çiğ, onu belə kusok даже doğramamış. Bunu Rus peçində biraz pörtlədirlər. Qızardılar. Hə. Artıq hava qaranlığa başlayır. O qaralır. Demək bizim Üçüncü yeməğimizi də hazır. hardasa yarım saat vaxtımız qalıb. Yarım saatdan sonra inşallah И все, зачем tarası. оставлять? Kim orucdur? Завтра она будет жидкая, это нормально. Bu da bu lapşamız. Toyuğumuz da yəqin ki pişir də orada da. Toyuq pişib, toyuq kənara qoyduq, onun suyunda lapşa bişirilir. Toyuğumuz da ki bizim Simurq toyuqları. Simurq Simurq toyuqları. Çox dadlıdır. Çox. gözəlliyə bax. Səni necə yiyərəm mən. Toppuşub mənim. Gecən bir yarısı sənə görə durmuşam yerimdən. Tutdum səni. Kimlə danışırsan? Simurqla inansan, ürəyimə elə qızardılmış simurq toyuğu düşdü. Yatanmadım. Simurq toyuqları, təbii ləzzət, premium keyfiyyət. Aygün, götür. Yavaş-yavaş. Allah qəbul eləsin. Çox sağ olun. Oh. Вот надо было это
Demək, orucu açandan sonra ilk sulu yeməklə başlayırlar da. Biz də o adət-ənənəyə sadiq durub Valentina xanımın bişirdiyi Malakanski borşun dadına baxacağıq ilk. Qoxusu noxudda. fərqli gəlir. Görüm Valentina'nın əlinin duzu nədir? O Görüm ala bunu. Müşfiqin. Ha, Valentin xanım çox sağ ol. Malakan borşu. İvanovka'da. Bizdə Ha, xama da tökməliyik. smetanla yeyirlər. Aha, işin. Qarışdırırıq, hə? Ya bismillah. İvanovka'da Malakan borşu. Noxudlu malakan borşu. Nuş olsun. Noxudlu malakan borşu. Ay Valentina. Какая вкусная Малаканский борщ. Ну что это? Borş. Borç? Mən deyirəm də, ləzzət axtarışında gəzə-gəzə nə qədər rayonlarımızı, nə qədər dağ yerlərini, uzqar kəndləri gəzmişik. Aygün, səmcan, hər yerdə bişən eyni yemək var da. Məsələn, buğlama. Məsələn, nə bilim, xıngəl. Xıngəl, Aysa, xıngəl. Amma hər yerdə bir cür dadlı olur. Burada da əslində Çünki bizdən fərqli idi. mən borş tez-tez yiyənəm, evdə bişirirlər. Borşun dadı, yəni mənim beynimə yazılıb da necə olur? Bu biraz doğrudan fərqlidir. Evdəkilərin xəbəri olmasın. Sən demə siz borş bişirə bilmirmişsiniz. Noxudu çox Ha. fərqli dad verir ona. Qəşəngdir. Maraqlı. Borşun noxud var içində. Əllərinizə sağlıq. Ay Valentina xanım. Mədəmiz bayram elədi. Bu Malakan borşu çox əladır, çox dadlıdır, çox bəyəndim. Süper. Holalay, 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 holalay. Ah. Hələ yeyib qurtarmamısan, orada mahnı oxu. Birazdan gör nə edəcək. Rəqs. Onu deyim ki, lapşa bayaqlar dedilər, Malakanların ən sevdiyi yeməkdir. Həm də ki, Ya, özəl qonaq məclislərdə. gələndə, məclislərində falan da birinci lapşa ilə çıxırlar qabağa. Amma qonaq da görə özünü yaxşı aparsın ki, sonra lapşanın dalıyla bir dənə də lapşa eləməsinlər ki, getdin evə. Düşbərənin böyük versiya. bacısı. Dişbərənin böyük bacısı. Suyun içinə yağ tökdü. Yağ tökdüm, yapışsın. Yapışmasın. Ha, bunlar yapışmasın deyə Nə? suyun içinə yağ tökdü. Bu da Malakanların sevdiyi yeməkdir, yoxsa Malakan sayağı nəsə? Конечно, o ətin içində, farşın içində o qarışdırırlar. Göyərti. Göyərti, soğan, конечно, Düşbərək обязательно. mi? Düşbərək mi? Da. Hətta Как düşbərək mi? Ona görə demişəm böyük bacısı. Düşbərək böyük bacısı. Hə. Xalasız böyük bacısı. düşbərə böyükdür. Bu Balaca. Ha, balaca. sadəcə bizim bildiyimiz bu pilmenlidir. Amma sadəcə Malakanlar bunu daha çox yeyir, daha çox bəyənir. Belə deyək də. Amma bax fərqlidir yağdır. Biz düşbərəyə soğandağ eləyirik. Aha. Onlar soğandağ eləməzlər. Siz sulu Sulu yeyirsiniz, yeyirsiniz. ona görə. Biz Quru. quru eləyirik, amma onlar da sulu. Su da Orada var. da kartof atırsan, Ha, içinə göyərti ata də bilərsən. olar. Zövqə görə də kim necə Da, istəyir. уже kim necə Amma istəyir mənim evdə. üçün ən maraqlısı biz hansı uşaqlar. Bayaqlar gördüm, deyəsən o da hazırdır. Lapşa. Lapşa. Evet. Çox belə dadlı, qəribə görsənirdi. Lapşa plov. Birinci onda bunu yeyəcəyik, sonra o lapşanın dadına İndi bunu baxacağıq. Hər şey bыстро, tez bazar.
Çöl soyuqda keçə içərik. içəridə Çünki o конечно. xanımların hamısı keçib də içərik. Biz də keçək onların yanına. Getdik. Getdik. Valentina, ya ürəkdən Сердцем. сердцем говорю. Ты очень хорошая девушка. Bu neydi bunun adı? İkram. İkra. Bu ikra. Badımcan. Ha. Sen de öyle badımcan ikrası verersen de bana bir Mangal salat kimi. mangal salat. Probele. Problemim. Bizim Ивановка çöreği. İvanlıkla çöreğiyle. Да, обязательно. İvanlıkla çöreğiyle. Gün səsi gəlmir. Toyda yarım. Canımsın deyirəm. Toyda kamera gələndə verdi yanları. Это А, да, вот. Ивановка хамас. Hama. Şey. Onu geçen tökürsən, üstünə də bu düşbərənin başçısı olan pelmenini vurursan. Düşbəranın Batırırsan, böyük bacısı. Maşallah. Malakan kələmi. Bax, Malakan kələmini uşaqlıqdan bələdəm, biz həmişə evdə qoyarıq. Düzdür, onlar kimi olmasa da 1001 vitamin var içində. Probele. Prob. Süper. Süper. Şirin. Şirin de. Ha bu şirindi de bu kız. Şirin. Bu kız şirindi, bu kız şirindi. Valentina. Agün. Boğularsan biraz su iç arada. Elə bir toya getmişik, bizi ayrı stollara yazıblar. Elə görsənir. Necə, dadıdır? Xoşa gəlir? Kusna? Da. Da? Что это? Bilməyim. А? Пельмени, Пельмени. А это что? мясо. Мясо. Simurgun toyuqları. Это simurg toyuqları. Poнял? Əsas odur ki, görüm dadını bəyəndimi? Тебе понравилось? Курица? Да. Ay, sağ ol. Bəli, bu Buyur. qaynanılır. Bunun bulyonunda lapşa hazırlanır. Aha, lapşa da hazırdır da. Bəli, düzdür. hazırdır. Əmcim bir dənə bunun dadına baxsın, duruq. Bizim toyuqlarımızın. İndi bu toyuqla, İndi bu lapşa ilə yeyəcəksən də hələ. bu toyuqla lapşa yeyəcəyik. Uy, lapşa budur. Лапша буду. Aa, Peçte nə maraqlı lapşa. Bu sırf Malakanların Sırf özünə. Malakanların özünə aiddir və mütləq şəkildə onların xeyir və şər işlərində mütləq olmalıdır. Xəmirin tərkibi yumurta və undan ibarətdir. Biraz da Başqa duz heç qatılır. nə Başqa heç nə olmur. Birinci toyuq qaynadılır. Toyuğu götürürsüz. Onun suyunda. Onun suyunda, bulyonda lapşa hazırlanır. Və sonra lapşanı rus peçində qızardırlar. Üstü belə qızarır. Aha. Olur hazır. böyle. Bu lapşanın dadına baxaq. Lapşa turşuyla gelir. Turşuyla Yaxşı gelir. Ha. Necədir?
Bulyonda bişib, bulyon dadını həmən də hiss edirik. Dadını götür də toyuğun. Çox bəyəndim. Agün, sən bəyəndin? Mən çox bəyəndim. Pendiri yeyəndə dadından hiss edirsən ki, baba təbii İvanka. kənddə yəni hazırlanan pendirdir. Demək olar ki, burada yaşayanların çoxu da bunun biznesi ilə də məşğuldur. Evlərində Evlərində hazırlayırlar, satırlar. Pendir, smetan, kəsmi. Hətta burada kalbasa, saska da bildiyim Kalbasa, qədər. saska da eləyirlər, amma daha çox süd məhsullarından məşhurlar. Çox sağ olun. Minnətdarıq sizə. Belə gözəl qonaqpərvərliyinizə görə. Bizim üçün çox maraqlı idi ki, gələk İvanovkada bir dəfə qonaq olaq. Malakanlarla görüşək. Çox maraqlı. Sizin mətbəxinizdən dadaq. Bu da bizə qismət oldu. Özdə bugün bizim üçün bu xanım xatun Krasivaya девушка. Gözəl. Valentina. Valentina, sənə xüsusi təşəkkür. Amma Və Tərgül xanım. ən çox təşəkkürlər də düşür bizim Tərgül xanıma, Birbaşa vasitəçi atasına. oldu. Tərgül xanım, Tofiqə. sizin əziyyətiniz çox oldu. Əmi, Allah sizə can sağlığı versin. Və bilirsən, Tərgül xanım hətta demək olar ki, bir həftədir hazırlıq işləri görür, əziyyət çəkir bizim üçün, hər şeyi Ki, hazırlayır. qonaqlarım Biz gələcək. qonaqlarımız gəlir. Öpürəm sizi, öpürəm, var olasınız. Yayda mütləq gələcək. Və bizim də hədiyyələrimiz var sponsorlarımızdan. Əliboş gəlməmişik. Bizim sponsorumuz Oba Marketlər şəbəkəsindən sizə hədiyyələrimiz var, təqdim edirik. Gəlsin hədiyyələrimiz. Oh, Valentina. Eta Teba. Спасибо большое. Eta Teba. Bu da Tərgül xanıma. Bu Eta Vaster. Bas. Eta Aha. da. Simur toyuqlarından sizə çox gözəl, belə tontiş, əhdi toyuqlar gətirmişik. Simurq toyuqları premium toyuqlardır. Özün bilirsən, daha gün yeyib ləzzətindən doymaq olmur. Səsi çıxmır. Simurq toyuqları. Yəni bunlar hamısı verin. Nə? Bunu da o tarafa yollayın. Nuş olsun deyirik biz də sizə. Siz də bizə yəqin ki, nuş olsun deyirsiniz. Nuş olsun. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Minnətdarıq. Çox sağ olun, var olun. Осенью, летом, весной и зимой мы все плетемся шумной гурьбой и за хмельным широким снопом, как повелось, песню споем. За хмельным широким снопом, как повелось, песню споем. Мы будем петь и будем жить, и для любви откроем сердца. Будем друг другу радость дарить и будем жизни радоваться. Sponsorlar Oba Marketlər şəbəkəsi, Simurq toyuqları.